Bismillahirrahmanirrahim. Bugünkü sualımız bu şəkildədir. Silə-i rəhim vacibdirmi? Silə-i rəhim yəni qohumlarla, yaxın qohumlarla əlaqə qurmaq vacibdirmi? Cavab belədir. Silə-i rəhim hər bir müsəlman şəxsə vacibdir və qohumlarla əlaqələri kəsmək böyük günahlardandır. Allah Taala qohumlarla əlaqəni kəsənləri cəhənnəm odu ilə hədələmişdir. Xüsusən qürbət ölkələrdə, qohum qardaşın az olduğu yerlərdə, ailələrin parçalandığı, dini bağların zəiflədiyi, maddi dəyərlərin hökm sürdüyü ölkələrdə silə-i rəhmə olan ehtiyac daha böyük, ona riayət etmək isə daha mühümdür. Uca Allah öz müqəddəs kitabında qohumlarla əlaqəni kəsməyi qadağan edərək buyurmuşdur. Əgər Allahın əmrlərindən üz çevirsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq əlaqələri kəsməkdən başqa bir şey gözlənilərmi? Bu da ki, qohumluq əlaqəni nə qədər mühüm olduğun, nə qədər əhəmiyyətli olduğun və onu kəsməyin böyük günahlardan hesab olunduğun bildirir. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.